Allah'ın salamı olsun, hidayete tabi olanlara. Deməli, sen haralsan? Mamam Ordubatlıdır. Ordubatda bir qonşumuz var idi ki, Qulu əminin nəvəsi indi harada ölübdür, amma işləyib. General idi. Haram general idi. Deyək. Pamonşunda işləyib. Kim? Nazim. Kök adam idi. O gün qəbirçılıq elədi, öldü sonra. Onun danışma sonra bu Nazim, Nazimin 100 dənə mamam deyirdi evləri var, amma məsələn, Daçqanlarla danışma bir dənə, birinci 10 dənə yaşlı danışar. Və indi 055 sonra 235 02 37 böyük hərflərlə bir nömrəsini yazıb, atıb. Neçə ildir, hardadır? Fundayının üzbəyüzdə. Orada böyük bir olmasa da, amma böyük bir ev vardı. Satır. Nə yazar düşür? Mesela Nazim ölübsə də onların, mama nə deyildi? Nazimin 100 dənə evləri var. 100'dən çox. Sonra bu müsadir olmalıdır ölübsə də, arvadından alınmalı. Niye? Çünki tamı ucunda bakıyoruz neyinlər o böyle evləri? Ayçağız. İkinci de bu, mesela bizim həyətimizdə biz de indi hepsini çapa edeceğiz, onun bir dənə dilvası var idi. Dilvakıyla. Boş belə qaldı. Neyse, heç yaşamadım. Sonra mən Nazimi 2 dəfə yox, Bakıda, Ordubatda görmüşdüm. Bakıda evimizi adına keçmək ərəfəsində o idarədə gördüm. Ona dedim ki, mənə işə düzəldərsən, müəllimlərliyə istəyirdim. Müəllimlərlikdən çıxmışdım. Mamam elman çıxartmışdım. 57 nömrədən. Onda da Ordubatda kömək eləmişdi, özüm getmişdim, Əmbər. Çiçəklərin müdürü neydi Ordubatda. Sonra bu Nazim dedi, yaxşı olsun, Zəncəliyə tapşırdığını. Sonra mənə dedi ki, Zəncəliyə yanında, Pramojuna getmişdim. Orada Zəncəliyə tapşırdı. Sonra dedi ki, gedərsən Nərmin icra hakimiyyətinə, orada ad familiya dedi, o adamın yanına o sən işə düzəldəcək. Onu da tapmaq üçün qurban olmalı, o çox böyük adam idi, vəzifəsi var daha doğrusu, adam deməzlər. Böyük vəzifəli adam idi, yəni məsuliyyəti var da o işte. Amma nə inirdi sevmişlərlə? Polis dedi ki, o gərək, o gün həftədə neçə dəfə gəlir silmək üçün. İşə gələn olan elə gələrmi? Məsəl üçün, mən gələcəyim gəlməsə, nəysə, yığıb bilirə, polis bildirdi. 2 saat, məsələn, 11-də dedi, neçədir. O gün bu işə gəlib getmir. Mən elə değişmişəm, prova basıl deyəsən deyirdi ki, və elə vəzifələr var ki, elə iş varmış ki, həftədə özünə sərf edən vaxt 1-2 saat gəlsin, gelsin. İcra hakimiyyətinə böyük adam idi, nəsə sonra. Böyük adam deyildi, böyük vəzifələr. Sonra mən o yanına getdim, bir gün sonra, 2 gün sonra, axı vaxt təyin elədi, getdim, adım məndən idi, nəysə. O mənə dedi ki, Lüboy hansı məktəbdə müəllimə işləməkdə, hansı məktəbdə istəyirsən, əliniz deməzək, parmağınızda sonra şeyləndə, işarədə ora düzəldəcəm. Sonra deyib ki, sənətlərdir, amma hicabda getmişdim o, hicab. Müsir Mərdanovda müəllimlərə hicab olaraq qadağan eləmiş məktəbə. Mən getdim, dedi ki, sənətlərlə hansı orada kopya var. Mən kserkopiya ilə, mən gedib eləyənə gəldim. Dedi ki, amma dedi, onda dedi ki, sən dedi, qanun çıxıb ki, belə, hicabda qoymurlar. Mən də Nazimə zəng elədim dedim. Nazim dedi ki, onda mədrəsədə müəllim işləsində. Nəysə. Sonra nə oldu? Sonra heç, yəni, sonra Nazim mədrəsədə müəllim işləməyən özümə deyənməzdi. Nəysə, sonra
Nəsə, heç nə, sonra onu da demək. Yəni ki, bu Nazimin nə dedi, yaxşı sənə. Sonra bir qadın da vardı, ikinci zərmənliyə sənətlər şeyinə ki, qaydanda. Onun yanında oturmuşdu, o dedi ki, onunla oturmuşdu. Nə dedi? Kişi yerinə dedi ki, o qadın da təkan verir, deyirdi. Yəni, təklif edirlər sənə, yaxşı, Nazimin xətrinə, nə dedi? Dedi ki, hansı idarə, yaxşı bir idarəyə sən düzəldə, ged işlədə. Ne işləmədim? Fikirləşdim, mən səhər ged 5-də gələcəm, idarə elədim. Lalə evdə təknik qoymayayım da, yazıq, darxa. Mamam da işçi oldu. Sonra düzəlmədim, getdim. Nəysə, sonra Nazinin evlərini deyil. Vurğular. Müsür Mərdan oldu, Ramin Yusuf oldu, Roşin. Bir də hansı ömrə idi? 055, şimdi divardan oxuduğum, Allah tərəfi yadımı saxladım deyərlər. Sən darf, mən nəysə deyil, 055, 4 yazıb vurub. Neçə ilsə, dedin o əvvəldən. 235, 02, 37. Bu nömrəyə zəng edib, bilmək olar ki, onda neçə dənə ev var, villası var daha doğrusu. O, məsələn, el adamlar verir, məsəl üçün bir də ki, mən zəhlən gedim. Zəhlə məşqətdən getmir, amma zəhlə gedlərsə adamdır. Məsələn, Xoşqəzən var, familiyası nədir? Bilmiyorum. Veriliş yaparım, Məsələn, onu da deyir, çoxlu villalar. Məsələn, o çox əzləf adamdır, onun yaşlı. Məsəl üçün, o video vardı, paylaşmışlar ki, orada nə idi görüm, pauza vaxtı çəkmişlər, Xoşqədəmə bir qadın yaxınlaşır, işçisi. Deyir ki, kişini gətirmişik necəyə, o da deyir ki, iğnə vurun, xəndəkdə gətirin. Demək, bunu hardansa tapıb, o adam tapdığı adam normal, ayaq üstü olan, sağlam adam gətirirlər, bunu güya ki, əziyyətlə, nə dedi Xoşqədəm? Xəndəkdə gətirirlər, sonra nə dedi? Dedi, hətta dedi ki, bağlayın. Dedi, iğnə vurun. Dedi, bir dənə ayrılsa, nə dedi o arvad? Dedi, ona bağlayın mürkən. Bu üçün xəndəkdə gətirirlər, veriliş başlarına. Xoşqədəm dedi ki, biz bunu nə müsibətlə opasındır. Yəni, oradan bura gətirmişik bu vəziyyətdə. Nəysə, halbuki ayaq üstə gəldi. O adam iğnəli isə, ölü vəziyyətində, yəni, sanki xəstədir. Məsələn, o Xoşqədəm özü xəstədir. Onlar hamısı villalar müsadir olunmalıdır. Bu olmasa Daxili İşlər Nazirliyinə böyük günah olacaq. Və vəzifələrinə böyük adam yox, böyük vəzifə var. Böyük adam hündür adam var. Böyük adam nədir? Böyük vəzifə var, böyük adam yox. Vəzifənin öhdəsindən gələnlərə bu şey demirəm. Allah bizim olsun. Bütün güc qüvvət yalnız Allaha məxsusdur. Deyirsin.